Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş ağır qəzada yaralanmış gənc həyatını itirib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə zamanı Chevrolet markalı avtomobillə Toyota toqquşub. Nəticədə Chevroletin xəsarət alan 26 yaşlı sürücüsü Rəfa Rizvanoğlu Ağalı yerləşdirildiyi xəstəxanada ölüb. Qeyd edək ki, mərhum Müsavat Partiyasının Oğuz rayon təşkilatının sədri Rizvan Ağayevin oğludur. Bakıda dəm qazı daha 2 can alıb. Belə ki, 1949-cu il təvəllüdlü kişi hamam otağında dəm qazından boğularaq ölüb. Məlumata görə hadisə Qaradağ rayon ərazisində baş verib, faktla bağlı rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi Kəndçi küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.